جعفر بن محمد أيها الصديق يا ابن رسول الله يا حجة الله على خلقه يا سيدنا ومولانا إنا توجهنا واستشفعنا وتوسلنا بك إلى الله وقدمناك بين يدي حاجاتنا يا وجيها إن الله اشفع لنا إن الله يا وجيها إن الله اشفع Döküldüler eve ağa mezlum halda, perişan halda. Onlar geldiler eve ki ağanı evden çıkartıp aparsınlar. Ağa buyurdu, imamımızam, hürmetini saxlamadınız. Mənə hürmet eləmədiniz. Hiç olmasa evde kız uşağı var. Kız uşağından həya eləyim. Çətindir, ağırdır. Kız uşağının gözü qabağında atanın əlini qolunu bağlayıb aparırlar. Özə nə halda? Əziz buyurdu, elə nə haldaydısa özünü apardılar. Ağa buyurdu, İndiki aparırsınız, hürmetini saxlamadınız, imam qədri bilmədiniz, sizdən bir xahişim var. Nolar ki qəlbimi möhnət oxuyla yarmayasınız. İmam Cəfər Sadiq sözüdür. Ki qəlbimi möhnət oxuyla yarmayasınız. Sizdən bir xahişim var. Məni nənəm döyülən küçədən aparmayasınız. Məni nənəm döyülən küçədən aparmayasınız. Allah'ım ekber. Neçə illərdir bizi eşidib ağlayırız. Amma Əmir-əl-Müminin Allah'ın hamısını görmüşdür. Əmir-əl-Müminin deyir, elə ki, xanım Zəhra salamullahi əleyha dünyasını dəyişdi. Bir neçə gün keçmiş üstündən balalar bir bəhanə ilə ağlayırlar evdə söylə. Görürdüm xanım Zeynəb gedir, anasının o qanlı köynəyini basır bağlına ağlayır. Ümmü Gülsüm səccadəsini salır yerə, orada namaz qırıb ağlayır. İmam Hüseyin bir yanda ağlayır. Əmir-əl-Müminin deyir, gördüm evin bir küncündə İmam Həsən əlində nəsə saxlayır. Asıb bağlına ağlayır. Gəldim, yaxınlaşdım. Dedim, Həsən can, niyə belə ağlayırsan? Ata, mən görəni nə Hüseyin görüm, nə Zeynəb görüm, nə Ümmü Gülsüm görüm. Görmüsən Həsən can, o qaranlıq küçələr, gördüm bir ağır Değdi anam değdi yere, onda dedim öldü
Ya Emirel Müminin bir balalar necə sakitləşdirsin. Onlar kəlmə deyirəm, tamam edirəm. Başladı öz ağlamaya. Mən gərək hərdən səndən böləydim. Mən gərək çok severem. Cafer Sadık adamı ki evden aparırdılar, o kız uşağını neye göre getirdin o sözü dedim. Elə ki aparırdılar, adamı evden çıkartırdılar. Baktı ağladı. Soruşurlar ki ağacan, neydi seni bu kadar ağladın o halda, o vəziyyətdə? Deyir, hələ mənə heç nə olmamışdı. Ki məni ki evdən çıxardırdınız, görürdüm evdə qadınlar, uşaqlar neyib bilir. Qaçırlar bana, qaçırlar yana. İccəttin Hüseyin yadıma düşdü. Elə ki Həzrəti Əbardılar, Hüseyini şəhid elədilər. O qızlar, o analar, o bacılar qaçırdılar elə hep o yana, bu yana. İndi bir dənə də qız uşağı var idi. Bir dənə də qız uşağı var idi, atadan ayrılan qız uşağı. Ki, qısa eləyirəm xanım Rüqəyyədən bir neçə kəlmə zikr eləyirəm inşallah. Bir dənə də qız uşağı var idi, Rüqəyyə. Salamullahi əleyha. Elə ki atasından ayrıldı, nə müsibətlə. Atası getdi meydana, orada bir söz aldı ondan. Dedi, atacan, bir də səni harada görəməyəm? Dedi, qızım, gələrəm Şamın xarabələrində, qonağın olarım. Gəlməyinə gəldi, amma nə müsibətdən gəldi. O kəsilmiş başı gətirdilər, qoydular 3 yaşında qızın qabağına. İlk dökülümlü xanım Rüqəyyə salamullahi əleyha. Aşıq bəlalı ata, Rüqəyyədən aralı ata, kızım ölür əzalı ata, hayandasan yaralı ata, ayrılığa yok çare, olubdu köynəyün sətvarə, kulaklarımda vardı yara, ketibdi qarətə quşvara. Danışır atasının kesilmiş başını. Atacan, evin olub viranə, gəlindi ol mənə həm xanə, yanan hörüklərə qoşanə, qara telim batırdı qanə, qəmçi yeri cismində, qabar olubdu qanlar çıxmır, bədənlər üstə qanlar çıxmır, əyaqdakı tikanlar çıxmır. Axır sözünə bax. Bax bu deli həssasa, qutarmayan nəma esasa, batıbdı gör tikanlar yasa, darıxmışam əmimə basa. Əgər əmim olsaydı, üstə hər mənə durmazdı, Rüqəyyəni bu qəd yormazdı, məni gəlib gedən bölmazdı. Səddədinən ya Hüseyin,